Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? Bəli, böyük həkimlik yolu keçmişəm. Bugün götürsək, bu artıq 45 ili keçir. Və bu yolda təbii ki, siz dediyiniz çətinliklər də, uğurlar da paralel gedib. Uğur qazanmaq üçün çoxlu çətinliklərə qatlanmaq lazımdır. Əgər xüsusilə də bu, cərrahiyyədə özünü çox büruzə verir. Yəni, cərrah ömrü 7-24 çalışmaq, yuxusuz gecələr, növbələr. Mən elə hal olub ki, Moskva şəhərində mən Vişnevskin üstündə işlədiyim dövrdə bir ayda 24 növbə vermişəm. Yəni, bir ay. Görün, təsəvvür edin ki, bu nə deməkdir? Ona görə də bu çətinliklər daimi həkimləri müşayiət edir və həkimliyin zirvəsinə getməyən hər bir insan bunu bilməlidir. Xüsusilə dediyim kimi cərrahiyyədə. Bura özəl bir sahədir və insanlara cərrah olmaq istəyənlər, insanlar birinci növbədə sağlamlıq durumlarına fikir verməlidirlər. Onların möhkəm sağlamlığı onların gələcək uğurunun çox vacib bir elementidir. Çox vacib. Bu ki, qaldı, təbii ki, hər bir çətinlikdən sonra insan nəyəsə nail olursa, o sevinç hissi yaşayır. Həkimlər isə xəstənin istər həyatını xilas etsin, istərsə vəziyyətini yüngülləşdirsin, ağrılarını azaltsın, müalicəsini etsin. Yəni, insana bir yüngülləşmə, bir müsbət aura, müsbət fikir, müsbət əhval-ruhiyyəsində müsbət dəyişiklik, əgər ciddi məsələlərdə isə onun sağlamlığının xilası məsələsi ön plana gəlir, bu vaxtı biz həkim yaşayır. Həkimləri yaşadan daha çox onların uğurlarıdır, qazandığı uğurlardır. Nədir uğurlar? Xəstələri. Nə qədər çox xəstə həkim xilas edirsə, müalicə edirsə, onun hər birindən həkimin ömrünə hər hansı bir kiçicik də olsa bir vaxt, məkan, vaxt xüsusilə intervalı əlavə olunur. Onlar bax, onun üstündə, bu dalğaların üstündə ömrü boyu gedən bu dalğalarla, bu dəyişkənlikdə uğurlar, bəzən həmişə uğur olmur. Başqa nəticələr də olur, Allah eləməsin. Fəsadlarla da bizim fəaliyyətimiz məhdud rastlaşır. Bax, o halların hamısında biz həmişə dalğanın üstündə qalmalıyıq ki, okeanın dibinə düşməyək. Bax, onda bizi yaşadan məhz o qazandığımız uğurlar insanların bizə qarşı olan o münasibəti, çox sağ olu, minnətdarlıq hissi, çox hər bir insan bir cürə özünün minnətdarlığını bildirir. Bunlar həkimin ömrünü uzadan, ona yaşadan və onu sənətinə daha çox bağlayan. Bundan sonra hiss edirsən ki, sən insanlara lazımsan, bir ailəyə lazımsan. Bu yaxınlarda məsələn Trumpla xəstə gəlmişdi. Az qala bu koridorda bir 50 dən adam var idi. Bu 50 adamın hamısının gözü bizdə idi. Ki bunların əzzini biz xilas edə biləcəyik. O əməliyyatdan əvvəlki mənim vəziyyətimlə, əməliyyatdan sonraki vəziyyəti mən səciyyələndirə deyə bilərəm ki, çox böyük dəyişiklikdir. Və doğrudan da uğurlu keçən əməliyyatdan sonra 50 insanın girib hamısı, bax, bu ataqda yerləşmirdilər bura. Öz minnətdarlığını bildirməsi bu insanı dağların başına qaldırır. Buna görə də həkimlikdə hər kəsə mən uğurlar diləyirəm. Arzu edirəm ki, onların fəaliyyətində dediyim o əks tərəflər az rast gəlinsin, fəsadlar bu və ya digər şəkildə, hətta ki, Allah eləməsin, ölüm halı daha çox onlara uğurlar müşayiət eləsin.